İmam Hüseyin ağa nə əzəmətdədir ki, hələ dünyaya gəlməyib milyon illərdir, hamı deyir Hüseyin, gələcək, belə bir adam var. Çox qəribə bir şeydir. Hansı əzəmət ki, gəlməmişdən qabaq olur, insanların içində İmam Hüseyin üçün. Gələndən sonra dünyaya fiziki olaraq da, doğulandan sonra, şəhid olandan sonra biraz da böyüyüb genişlənir. Nümunə. Yaş məclislərimizdə heç eşitmişsiniz ki, ya, ölənin adını çəksinlər. Onlar ha, istisnai məsələ bir nəfər ağı deyər, bacıdan, yaxından, anadan, ki, məsələn, bu cür filan kəsin mənim ağlayar ona, başqa. Amma ümumi məclisin nizam intizamı neyin üstündə qurulub? Ya Hüseyin Vahişdir. Heç kim o rəhmətliyin adını çəkmir. Tərk eləməz o dünyadan gedən qadındır ya kişidir. Onun adı çəkilmir. Sinə vururlar. Ya Hüseyin Vahişdir. Və məclis hansı tərtibat və intizam üzrə gedir? Mərsiyə ilə də Qurandır. Bu gəlməmişdən qabaq dünyaya nə əzəmət deyildisə İmam Hüseyin ağa, gələndən şəhid olandan sonra ondan da geniş formada genişlənir və yayılır. Əhadə dairəsi daha da böyüdür. Odur ki, bütün peyğəmbərlər buna yasaqlayırlar. Buna görə ki, gələcəkdə bütün insanlar buna yasaqlasınlar. Və nümunələrim demişdik. Həzrəti Adəm, Həzrəti Musa, Həzrəti İbrahim nümunələrini demişdik. Bizim İslam Peyğəmbərimiz. Bir-iki dənə də nümunəsindən yenə də deyək. İmam Hüseyin əleyhissalama öz dövründə yas saxlayan Peyğəmbərlərdən biri də Həzrəti Nuhdur. Hardan necə? O hədis ki oxumuşduq. Ma min nəbiyyin illa və qəd zara Kərbəla. Elə bir Peyğəmbər yox ki, Kərbəlanı ziyarət etmiş. Amma dedim də 124 min Peyğəmbərimiz var. Cəmi 28-i gəlib də Quranda, hələ ikisinin də üstündə dava gedir. Onunla da işimiz yoxdur. 26 dənə fərz edilir. Düz? Təbii ki, Peyğəmbərlərin hamısında da yoxdur. Amma olanlardan müəyyənlərinin ki, tarixləri gəlib bizə çatıb, biri də Həzrəti Nuh bir gəlib gəlmiş. Yığışdılar onu. Tufandır da, özdə Allahın qəzəbindən doğmuş bir tufan. O tərəfə aparır, bu tərəfə aparır, o tərəfə gedir, bu tərəfə gedir. Fırladır bunu dünyanın üzündə özü üçün. Bir Kərbəla torpağına çatanda, yəni Kərbəla məntəqəsinə çatanda bərk titrəmə, təlatüm əmələ gəldi. Sanki o tufan artmağa başladı, dalğalar böyüməyə başladı. Həzrəti Nuh və yanındakılar narahat oldular. Və Həzrəti Nuh müraciət elədi Allah, belə deyək də, indi neçə gün idi, neçə saat idi, hər nə idisə. Biz gəmi ilə, gəminin içində o yüzden bu yüzden gezirik. Bu cür təhlükəli və qorxulu bir yerlə heç üzləşmədik, keçmədik. Niyə burada məhz gəmi belə sanki o minik özünü şuluq apardı birdən. Görürsən, at məsələn nadirci gelir. Sanki gəmi xüsusi təlatümə gəlir. Gəmi də cilovlanmır. İstədiyin tərəfə idarə olunmur. Allah bu nədir? Cəbrail nazil oldu. Dedi ki, Kərbəladan keçirsiniz. Cəbrail, qardaş, bir üstə Peyğəmbərlər qardaş deyə müraciət ediblər bəzən Cəbrail. Cəbrail, qardaş, Kərbəla haradır? Dedi ki, sizin silsilənin, yəni Peyğəmbərlərin sonuncusunun nəvəsin və onun vəsisinin oğlun Hüseyin ibn Ali ibn Əbi Talibi burada şəhid edəcəklər. Ona görə sən gərək burada onu yad edib keçəsən. Həzrəti Nuh, İmam Hüseyin əleyhissalamın müsibətin Cəbrail deyir Nuh'a. Nuh ağlayır, gəmi sakitləşir. Gəminin içində Kərbəlada İmam Hüseyin ağaya yas saxlayır. Bu da İmam Hüseyin ağaya yas saxlayan Peyğəmbərlərdən biri. Cəbrail dedi, Nuh və yanındakılar ağladılar.